Salam. Bu videoda RUFO 2024 yarım finalın yuxarı yaş qrupunun 3 sualının həllini verəcəm. 22, 23, 24-cü suallar, məsələlərin şərtini görürsünüz. 22-ci sualın həlli ilə başlayaq. Həndəsə məsələsidir və mən şərtə uyğun bir şəkil hazır çəkmişəm. Deməli, ADS bucağı 90 dərəcə olan ABCD qabarıq dörtbucaqlısında D-dən keçən və BC-yə paralel olan düz xətt AB xəttini, amma düz xəttdə yazılmalıdır. AB düz xəttini Y nöqtəsində kəsir. DAC bucağı ilə DAE bucağı bir-birinə bərabərdir. AB 3-dür, AC 4-dür və biz AY-ni tapmalıyıq. AY-nin uzunluğunu tapacağıq. Burada əslində indi BC D-yə paralel olduğuna görə biz burada oxşarlıq tətbiq etmək üçün CA-nın uzantısına baxaq. Bu DY-nin uzantısı ilə F nöqtəsində kəsişsin. Və bura paraleldir. Bu iki üçbucaq oxşar olacaq. Deməli, ABC üçbucağı ilə AYF üçbucağı oxşardır. O şəkilə də bəzən kəpənək deyirlər, bəzən qum saatı deyirlər. Amma adın bir önəmi yoxdur. Hansı adı qoyursunuz qoyun. Əsas fakt ondan ibarətdir ki, bu iki üçbucaq bir-birinə oxşardır və oxşarlıq əmsalından əgər biz bura 4K yazsaq, bura 3K yazmalıyıq. Oxşarlıqdan bunu deyə bilirik. İndi, burada başqa bir önəmli fakt ortalığa çıxır. AD, AFY üçbucağının xarici bucağının təmbölənidir. Və biz daxili bucağın təmbölənini çəksək, əgər daxili bucağın təmbölənini çəkirəm, ona da AL deyim və bu daxili bucağın təmböləndir. Bilirik ki, eyni təpədən çəkilmiş daxili bucağın təmbölənlə xarici bucağın təmböləni bir-birinə perpendikulərdir və buranın biz 90 dərəcə olduğunu əldə etmiş oluruq. Onda biz AL-in CD-yə paralel olduğunu tapmış oluruq. Daxili bucağın təmböləninin xassəsindən biz bura 4A desək, bura 3A olacaq. Xarici bucağın təmböləninin xassəsindən bura biz məsələn X yazaq. X olsun burası. Xarici bucağın təmböləninin xassəsinə görə X bölünsün X plus 7A bərabərdir 3 bölü 4 olar. 3K bölü 4K. 3 bölü 4 olacaq. Və biz buradan nə tapmış olacaq? X-i tapsaq buradan 4X, 3X, X bərabərdir 21A olacaq. Bunu tapdıq biz xarici bucağın təmböləninin xassəsindən. İndi Fales teoreminə görə artıq K-nı tapa bilərik. Fales teoreminə görə 4K bölünsün 4 bərabərdir 4A bölünsün 24A. AL CD-yə paralel olduğuna görə FCD üçbucağında Fales teoreminə görə 4A bölünsün 24A olacaq. Buradan K bərabərdir. Deməli, K bərabərdir. 4-lər getdi, A-lar getdi. K bərabər 6-da 1 olacaq. Və AY bizdə 3K-dır. O da olacaq 2-də 1. Cavabımız D. Bəli. Maraqlı bir sual idi. İndi 23, 24 suallara baxaq. Sualların şərtini bura kopyalayayım, görsənsin. Deməli, bir çox ədli sualıdır. 23-cü sual. Px, ABCD ədədləri verilmiş polinomun kökləri olarsa, verilmiş ifadənin qiymətini tapın. İndi, deməli, A kvadratı bölünsün A kubu plus 2. Belə bir çox ədlidir. Daha doğrusu çox əldə ifadədir. Bunları cəmin tapacağıq. Bir dənəsini sadələşdirək, analoji digərlərdə olacaq. İndi, bunun üstət məxrəcini A-ya vuraq. A üstü 4 plus 2A. Burada A kub olacaq. A verilən çox ədədin kökü olduğuna görə A üstü 4 plus 2A plus 4 sıfırdır. Və biz buradan A üstü 4 plus 2A-nı mənfi 4 tapırıq. Deməli, bu ifadə olacaq. A kubu bölünsün mənfi 4. Analoji digərlərdə eyni cür olacaq və biz mənfi 4-də 1-də mötərizə xalinə çıxartsaq A kubu plus B kubu
plus C kubu plus D kubu kimi bir ifadə alırıq. İndi burada A üstü 4'ü tapsaq, mənfi 2A bərabər minus 4 olacaq. Hər tərəfində A-ya bölsək, A kubu bərabərdir. Mənfi 2 minus 4 bölək A olacaq. Analoji digərlərində o cür yaza bilərik. Və biz belə bir ifadə alacağıq. Mənfi 4'də 1. Burada olacaq mənfi 2A minus 4 böl A. Çıx 2 minus 4 böl B. Minus 2 çıx 4 böl C. Minus 2 çıx 4 böl D olacaq. İndi bu bərabərdir. Bura qarışmasın. Mənfi 4'də 1 də içəri vursaq, burada mənfi 8 2 olacaq. 4'də 1'lər də gedəcək. Plus 1 böl A, 1 böl B, plus 1 böl C, plus 1 böl D olacaq. Bunu da biz əgər ortaq məxrəc etsək, 2 plus, burada olacaq A, B, C, D-də, olacaq B, C, D, plus A, C, D, plus A, B, D, plus A, B, C olacaq. Belə bir ifadə alırıq. 2 plus, indi bu ifadələrin qiymətini tapacağıq. Deməli, bizdə çoxhədli x üstü 4 plus 2x plus 4 bərabərdir 0 çoxhədlisidir. Və bunun kökləri A, B, C, D-dir. Onda Viet teoreminə görə 3 hasillərin cəmi, yəni B, C, D, A, C, D, A, B, D və A, B, C bu toplam bizə mənfi 2 verəcək. Köklərin hasili də Viet teoreminə görə 4 verəcək. Onda yerinə yazırıq. Mənfi 2 bölünsün 4. Bu da 2 minus 2'də 1. Bu bizə verəcək 3 bölək 2. Cavabımız Y olacaq. Nəhayət sonuncu sual. Deməli, trigonometrik sual. Bu bilirik ki, belə bir eyniliyi trigonometriya dərslərindən bilirsiniz. Tan alfa bölü 2'ni biz sin alfa və kos alfa ilə ifadə edə bilirik. Sin alfa bölünsün, 1 bölünsün kos alfa. O zaman bizə verdiyi ifadə tan x bölü 2'dir. Tan x bölü 2'ni bizə 1 bölü 3 verib və digər ifadədə tan x olacaq. Tan x'i soruşur. Sual budur. İndi tan x bölü 2 ilə ifadə edə bilirik. Bu 2 tan x bölü 2 minus 1 minus tan kvadratı x bölü 2 olacaq. Sürətli olacaq 2 bölü 3. Burada da 1 çıxılsın 9'da 1 olacaq. Bu da 8'də 6 verəcək bizə. Sürət məxrəcini 9'a vursaq. Bu da bizə verəcək 4'də 3. Cavabımız D. Bəli, sualları həlini bitirdik. Növbəti videoda görüşərik. Sağ olun.